Hamıya salam. Bu videoda sizə yerli qrant müsabiqələrinə müraciət edərkən lazımı olan sənədlər haqqında danışacağam. Yəqin artıq bilirsiniz ki, fərqli dövlət qurumları tərəfindən gənclər təşkilatları üçün yerli qrant müsabiqələri elan olunur. Bu siyahıya Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclər İdman Nazirliyi, QT-lərə Dövlət Dəstək Agentliyi, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları daxildir. Bir çox hallarda dövlət qurumları qrant müsabiqələrini öz veb-saytları üzərindən elan edirlər. Ekranda nümunə olaraq Gənclər Fondu tərəfindən elan olunmuş Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində qrant müsabiqəsini görə bilərsiniz. Eyni formatda Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənətlərin təşviqi üzrə qrant müsabiqəsini elan etmişdir. Veb-sayt üzərindən siz qrant haqqında əsas məlumatları əldə edə bilərsiniz. Burada qrant mövzusu, Gənclər Təşkilatı tərəfindən təklif olunacaq layihənin müddəti və məbləği haqqında limitlər, layihənin təqdim olunmasına dair əsas tələbləri öyrənmək mümkündür. Müraciət prosesi hər bir qurum üçün fərqli ola bilər. Məsələn, Gənclər Fondunun veb-saytında qeyd olunduğu kimi, müraciətlər elektron kabinet vasitəsilə göndərilir. Mədəniyyət Nazirliyi elan etdiyi qrantlara grants.culture.az portalı üzərindən müraciət etmək lazımdır. Bu portalda siz lazım olan sənədlər nümunələrini yükləyə bilərsiniz, lazım olan xananları doldurub yenidən portala yerləşdirə bilərsiniz. Gənclər İdman Nazirliyində isə bu proses e-mail vasitəsilə aparılır. Lazım olan sənədləri Gənclər İdman Nazirliyinin təyin olunmuş e-mailına göndərməlisiniz. Proses qurumdan quruma fərqlənsə də, lazım olan sənədlər ümumilikdə çox oxşardır. Qrantın müddətindən və məbləğindən asılı olaraq əlavə sənədlər istənilə bilər, lakin istənilən sənədlərin çoxu qrant müsabiqəsindən müsabiqəsinə təkrarlanır və biz bu sənədlərin üzərindən indi bir-bir keçəcəyik. Gənclər Fondu tərəfindən tələb olunan sənədlərlə tanış olmaq üçün bu link vasitəsilə keçid edib bütün lazımlı sənədlərə çıxış əldə edə bilərsiniz. Digər qurumlarda isə lazımlı sənədlər qrant elan olunan web səhifədə qeyd olunur. İndi isə bu və digər sənədlərə daha detallı baxmaq üçün Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər təşkilatları üçün elan olunmuş 2024-cü il üzrə qrant müsabiqəsinin nümunəsinə baxacağıq. Qeyd olunduğu kimi, burada sənədlər toplusuna ərizə forması, layihə təklifi, fəaliyyət planı, hərc smetası, müşayiət məktubu və Gənclər Təşkilatının layihələrinin informasiya media subyektlərində yayılmasını təsdiq edən sənəd lazımdır. Əlavə olaraq isə dövlət qeydiyyatı haqqında şəhadətnamə, təşkilatın nizamnaməsi, reyestrdən çıxarış, VÖYN, Gənclər Təşkilatının bank rekvizitləri, Gənclər Təşkilatının rəhbərinin, mühasibinin və layihə rəhbərinin CV-si və şəxsiyyət vəsiqələri təqdim olunmalıdır. Bu sənədlərin üzərindən asanlıqla keçmək üçün mən hamısını artıq Google Drive qovluğuna yığmışam. Gördüyünüz kimi, birinci sənəddən 15-cisinə qədər hamısı burada yığılıb və biz indi bir-bir bu sənədlərin üzərindən keçəcəyik. Birinci sənəd ərizə formasıdır. Ərizə formasında daha çox administrativ suallara rast gələcəksiniz. Bura, təşkilat haqqında ümumi məlumat, onun VÖYN-i, hüquqi və faktiki ünvanları, nizamnaməsinə əsasən məqsədi, təşkilatın səlahiyyətli nümayəndəsi, təzyiqçilər haqqında məlumatlar və s. Eyni zamanda müraciətiniz haqqında məlumat, layihənin adı, istiqaməti, məbləği və s. daxildir. Bu sənəd sizdən sadəcə məlumatları dəqiq doldurmanızı tələb edir. Ərizə formasını bitirdikdən sonra növbəti, məzmun olaraq ən böyük sənəd layihə təklifini doldururuq. Layihə haqqında demək olar ki, bütün məlumatları cəmləşdirən bir sənəd olduğuna görə bu sənəd ən vacib sənədlərdən biri sayılır. Bu formada verilən sualların qısa təsvirləri və maksimum simvol sayı mövcuddur. Sualları cavablandırdıqda qeyd olunan maksimumdan yuxarı keçməməlisiniz və eyni zamanda tövsiyə edərdim ki, yazdığınız mətn çox qısa da olmasın. Əlbəttə ki, əsas məyar burada simvol sayı yox, məzmundur. Buna görə ümumi məlumatları qeyd edəndə layihəni hansı məqsəddə etməyiniz aydın şəkildə izah olunmalıdır. Əlbəttə ki, hər bir layihə spesifik coğrafi ərazi, hədəf qrupları, benefisiarlar və tərəfdaşlar, layihənin icra müddəti və büdcə ilə limitlənir. Layihənizin nəticələrini məhsuldar olması üçün qeyd etdiyim bəlləri siz əvvəlcədən təyin edərək birinci alt kateqoriyada qeyd etməlisiniz. Növbəti alt kateqoriya layihə haqqında əsas məlumatları tələb edir və fikrimcə ən vacib hissələrdən biridir. 3000 simvoldan ibarət cəmi 3 cavabda siz ekspertləri layihənizin düşünülmüş və uğurlu olacağına inandırmalısınız. Təklif elədiyiniz layihə mütləq hər hansı bir problemə və onun həllinə fokuslanmalıdır. Layihənin ideyasının təsvirini oxuduqda, layihəni qiymətləndirən ekspertlər bütöv layihəyə, onun miqyası və əhəmiyyəti başa düşməlidirlər. Bu alt kateqoriyanın sonunda ekspertlərdə artıq sizin layihəniz haqqında təəssüratlar və fikir formalaşmalıdır.
Növbəti alt kateqoriya fəaliyyətin təşkilidir və burada görüləcək işləri qeyd etməliyik. Biraz sonra görəcəyik ki, layihə çərçivəsində görüləcək işlər fəaliyyət planı üçün ayrıca detallı doldurulacaq bir sənəd də var. Burada isə 1500 simvol civarında qısa məzmundan fərqlənərək biraz daha detallı şəkildə rəqəmlərə və xronologiyaya əsasən layihəni təsvir etmək lazımdır. Bizim nümunəmizdə layihə ərzində keçirilən tədbir 5 günlükdür və hər gün keçiriləcək fəaliyyətlər təsvir olunub. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Gördüyünüz kimi, burada cavabların bir qismi, məsələn, görüləcək işlər və nəticələr artıq sadə mətn kimi yox, ayrılmış cümlələr kimi qeyd olunub. Bu cür strukturlaşmış yazı fikrinizi oxucuya daha asan şəkildə çatdırılmasını təmin edə bilər. Layihədə gözlənilən nəticələri qeyd etdikdə mühüm rol onların spesifik, ölçülə bilən və real olmasıdır. Məsələn, ekranda nümunə olaraq qeyd olunmuş mövzu üzrə 8 qətnamənin qəbul edilməsi və ya 150 gəncin ətraf mühit mövzusu üzrə təlimlərdə iştirakını görə bilərsiniz. Bu alt kateqoriyada növbəti vacib olan layihələrin davamlılığıdır. Bir çox hallarda layihəni fikirləşərkən onun davamlılığı yaddan çıxa bilər. Lakin bu ekspertlərin bəlkə də ən çox fikir verdiyi hissələrdən biridir. Buna görə tövsiyə edərdim ki, qranta müraciət edərkən layihənin davamlılığını dərindən fikirləşəsiniz və bu hissəni mümkün qədər detallı təsvir edəsiniz. Daha sonra risklər, layihənin monitorinqi və qiymətləndirilməsi və kommunikasiya gəlir. Layihənin bir hissəsi onu icra etmək, o biri hissəsi isə gördüyümüz işi düzgün nümayiş etməkdir. Bu səbəbdən layihənin PR strategiyası əvvəlcədən planlaşdırılmış olmalıdır və layihə haqqında məlumatı mümkün qədər böyük kütləyə çatdırılmasını özündə prioritetləşdirilməlidir. Eyni zamanda layihənin işçi heyəti, onların rol və vəzifələri necə seçilməsini qeyd etməyiniz arzu olunandır. Öz təcrübəmə əsasən vacib hissələrdən biri də təklif etdiyiniz layihə üzrə təşkilatın təcrübəsidir. Donorlar seçim mərhələsində bu məsələyə çox böyük diqqət yetirirlər. Təklif etdiyiniz layihə mütləq şəkildə təşkilatınızın fəaliyyətinə uyğun olmalıdır. Buna, Gənclər Təşkilatının ixtisaslaşmış istiqaməti üzrə fəaliyyətin aparılması, bu istiqamətdə effektiv və nəticə yönümlü layihələrin icrası və daha öncə qazanılmış qrantların hesabatlılıq və nəticələrinin paylaşılması nümunə ola bilər və ərizənizi gücləndirən məqam olacaqdır. Növbəti sənəd biraz öncə də qeyd etdiyim fəaliyyət planı sənədidir. Bu sənəddə artıq biz fəaliyyətimizin çərçivəsində edəcəyimiz detallı addımları təsvir etməliyik. Təmsil etdiyim təşkilatın təşkil etdiyi hər bir layihənin icrası üçün könüllü əsaslarda formalaşan təşkilati komanda olmalıdır və bu mərhələ baş təşkilatçıların seçilməsindən başlayır. Sonrakı mərhələlərdə artıq təşkilati komitə, məkan, iştirakçıların seçimi və qeydiyyatı ilə məşğul olur. Fəaliyyət planında həmçinin təlimçilər və ekspertlərin cəlb olunması, akademik komanda tərəfindən hazırlıq materiallarının hazırlanması, tədbirin keçirilməsi və tədbirdən sonraki qiymətləndirmə və hesabatlılıq öz yerini tapır. Tövsiyə etmək istəyərdim ki, hər bir fəaliyyət planını 3 hissəyə böləsiniz. Tədbirdən əvvəl olan hazırlıq hissəsi, tədbirin özü və tədbirdən sonra olan hesabatlılıq və davamlılıq hissəsi. Fəaliyyət planınızı hissələrə bölərək hər addımı daha strukturlu şəkildə əks etdirmiş olacaqsınız və bu seçim mərhələsində layihənizin təşkilati baxımından nə qədər düşünülmüş, struktura malik olduğunu göstərəcək. Növbəti sənəd xərclər smetasıdır. Lakin bu videoda bu sənədin üzərindən keçməyəcəyik. Bununla bağlı sizi ayrıca video təlim gözləyir. Qeyd edim ki, büdcə formatı yerli qrant müsabiqələrində demək olar identik olur. Ona görə video təlim keçdikdə bütün yerli qrantlara xərclər smetasını rahatlıqla doldura biləcəksiniz. Xərclər smetasından sonra gələn sənəd müşayiət məktubudur. Bu sənəd sadəcə təşkilatın blank məktubu formatına salınıb, nümunə üzərindən dəyişiklik edib, səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Sənədi göndərmək üçün skan etdikdə əmin olun ki, qeyd olunmuş məlumat aydın şəkildə oxuna bilsin. Eyni yanaşmanı şəhadətnamə, nizamnamə, reyestrdən çıxarış, VN, sivillər və şəxsiyyət vəsiqələri ilə tətbiq etməliyik. Burada bizdən tələb olunan sadəcə dəqiqlik və məlumatların oxuna biləcək şəkildə əks olunmasıdır. Sonda daha öncə üzərindən keçmədiyimiz bir sənəd qalır. O da son 3 il ərzində təşkilatın fəaliyyəti barəsində informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəddir. Təşkilatın gördüyü fəaliyyətin mediada işıqlandırılması müsbət cəhətdir və sizin müraciətinizi gücləndirə biləcək amillərdən biridir. Bu formada sadəcə bir məqamı vurğulamaq istəyirəm ki, bəzən elə hallar olur ki, xəbər portalları bir müddətdən sonra dərc olunmuş press relizləri silir.
Ona görə linkləri qeyd etməmişdən əvvəl mütləq onların aktiv olmasını yoxlamağınızı tövsiyə edirəm. Beləliklə, biz Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş qrant müsabiqəsi üçün lazımlı sənədlərin üzərindən keçdik. Ən əvvəldə qeyd etdiyim kimi, sənədlərin çoxu qrant müsabiqələrində təkrarlanır. Format fərqlənsə belə, məzmun eyni qalır. Bütün qurumlar sizdən layihənin məqsədini, problemin aktuallığını, əldə edəcəyiniz nəticələri və davamlılığı soruşacaq. Bu nəinki yerli qrantlar, həm də beynəlxalq qrantlarda rast gələcəyiniz suallarda olacaq. Ona görə də əsas məsələ layihəni hərtərəfli fikirləşmək, məlumatları dolduranda diqqətli olmaq və vaxtında müraciət etməkdir. Uğurlar!